Sən sevgi münasibəti yaşayan 12-13 yaşlı və yaxud 15 yaşlı uşağına dəstək olmalısan. Çünki hər insanın qəlbində bir sevgi qığılcımı olur. Uşaq bunu səndən gizlədərək eləyəcək onsuz da. Sanki heç birimiz bunu etməmişik ki, uşaqlıq zamanında. Heç kim demir ki, kimlənsə get sevgili ol, bütün günü gəz, toz, əylən. Sadəcə o sevgi münasibətində belə övladını başa düşmək lazımdır. Həmçində reql dönəmində qızlara aşırı təpki verir insanlar, valideynlər. Sən niyə bu yaşında, 12 yaşın var hələ sənin, 11 yaşın var hələ sənin, cəmaatın qızı 15 yaşında belə olur. Və yaxud da ki, 16 yaşlı qızlara artıq nişanlanmaq söhbəti açılır evdə. Səni filan qohumuma ərə verəcəm, səni indidən nişanlayım ki, 2-3 il sonra evlənərsən. Niyə sən ona oxumağı, karyera qurmağı, öz ayaqlarının üzərində dura biləcək bir şey arzulamırsan? Yəni, valideyn olaraq övladından bu qədərmi bezmisən? Övladına cehiz hazırlamaq əvəzinə ona diplomlar hazırla.